Salam əzizləyicilər, hər bir kəs salamlayıram. Uzun müddətdir ki, işlərimizlə əlaqədar belə bir video çəkə bilmirəm. Kimə maraqlıdırsa bu video sonuna qədər izləsin. Maraqlı olmayan insanlar isə videonu çevirə bilərlər. Deməli, bu gördüyünüz avtomobil BMW C30 avtomobildir və yeni nəsil mühərriklərdir bu avtomobillərdə. B46 mühərriklərə sahibdir və Restonic mühərriklər gəlir artıq bunlarda. Yəni F10-larda N20 gəlir benzin mühərriklərində. Artıq bu F10-un yeni gövdəsidir və C seriyasıdır. Bunlar da isə B46 mühərriklə təchiz olunub bu avtomobillər. Bu avtomobillərdə ən çox problem N20 mühərriklərə nisbətən antifriz problemi olur, su problemi olur patrovkalarda, yəni su borularında, antifriz basoklarında, daha sonra isə kollektorun altında olan, qalovkaya bağlanan filtr korpusu hissəsindən, yağ kitabça saniklərindən, yağ kitabça korpusundan ən çox xroniki problem bu avtomobillərdə deməli antifriz sistemidir, su sistemidir. N20 mühərriklərdə isə ən çox turbo sistemində problem, amma bunlarda turbo daha təkmilləşdirilmiş formadadır və daha problemsizdir. İndi söhbət bu avtomobildən gedir. Elə məhz bu avtomobil üzərindən bir saz çəkmək istəyirəm. Bu avtomobil sahibi deməli başqa bir atelyədə, başqa bir servisi avtomobili Paylyovka keramika xidməti üçün yaxınlaşıb iş gördürübdür və daha sonra isə avtomobil sahibi bildirdi ki, avtomobili sürən zaman, bir dənə zəhmət olmasa video verə bilərsiniz mənə. Deməli, avtomobili sürən zaman avtomobildə həddindən artıq çox qızma baş verib. Avtomobil sahibi də arxa kadrdadır. Deməli, bilmirəm buradan düşür yoxsa yox. Göstəricini görürsünüz. Bu avtomobilin istilik göstəricisidir və bu göstərici isə ondan ibarətdir ki, deməli avtomobildə ön bamper hissəsi rəngləndikdən sonra üstünə yerləşdirilib və burada tok sistemində problem olub və avtomobilin ön soyuducu pəri, yəni mühərriki soyudan bir pər var ki, həmin bu pər işləmədiyi zaman başlayır avtomobil qızdırmağa və qardaş özü də bildirdi ki, avtomobili sürdüyüm zaman, yəni aqressiv sürdüyüm zaman daha doğrusu başlayır avtomobil deməli istiləşməyə və normalda çox qaynatmağa, artıq buradan qaynatma səsləri gəlirdi. Biz bu avtomobilin dərdini tapdıq. Avtomobilin deməli tok sistemində problem var. Bu tok sisteminin problemi aradan biz qaldıracağıq. Kompüter diaqnostika adaptasiya işlərini görəcəyik və avtomobil sahibinə təhvil verəcəyik. Yəni mən burada usta kimi yox, izləyici kimi sadəcə çıxış eləmək istəyirəm sizlərə ki, əgər avtomobilin soyutma sistemində problem varsa və yaxud da ki, əgər avtomobilin ön pər hissəsi işləmirsə, avtomobil qızdırırsa, görün nə fəsadlar baş verə bilər, gerisini siz düşünün. Belə olduğu zaman isə çalışın avtomobili düzgün qulluq elətdirin və avtomobili düzgün servisə əmanət eləyin ki, sonradan kiçik bir problemi görüb böyük bir fəsadlar törətməyəsiniz. Allahdan bu qardaş çox şükür ki, vaxtında bizim yanımıza yaxınlaşıb, avtomobili sürməyib və gözləyib ki, soysun, soyuyandan sonra gətirib bizim yanımıza. Çox şükür ki, yəni mühərrikdə heç bir problem yoxdur. Yəni Allahdan, yəni nə qalovkada əyilmə falan, heç bir problem yoxdur. Sadəcə olaraq pər sistemində problem var və biz bu problemi aradan qaldırıb, qardaşa inşallah təhvil verəcəyik. Çalışın ki, bu B46 mühərriklərdə, yəni bunlar F30-larda da gəlir, Z20-lərdə də gəlir, 2016 və üzəri modellərində gəlir. Çalışın bu mühərriklərdə axlaciden sistemi, yəni rus dilində elə deyirlər, Azərbaycan dilində belə başa salsaq, soyuducu sistemini, mayesini, bunları hər zaman vaxtı-vaxtında dəyişdirin. Daha sonra isə soyuducu şıranklarını hər zaman mütəmadi olaraq yoxlatdırın ki, sabahsı günü böyük bir fəsadlara düşməyəsiniz. Təşəkkürlər, izləmədə qalın.